Salam dəyərli izləyicilər. Bu gün mən sizə 11-ci sinif buraxılış imtahanına düşən testin izahını verəcəm. Qeyd edeyim ki, bu birinci zonaya düşən testdir. Yəni 9 mart 2026-cı ildə olan birinci zonanın testidir, buraxılış imtahanıdır. Birinci başlayıram qaydalardan. Qaydaların izahını verəcəm. Dinləməni burada yerləşdirə bilmədiyimə görə qaydaların və mətnin izahı olacaq. Başlayırıq 7-ci sualdan. Qələmimizi götürək və başlayaq. 7-ci sualda nə istəyir bizdən? Opposite, yəni əks mənalı söz, yəni antonim olan söz istəyir. A variantında massive, large, ikisi də böyük deməkdir, sinonimdir. B variantda previous, yəni hal-hazırki, indiki, next gələn deməkdir. B variantı əks mənalıdır. Düzgün cavabımız B olacaq. Digər variantlara da baxaq. Mild, mülayim, soft, yumşaq, mülayim. D variantı defensiv, qorumaq, protective, o da qorumaq, qoruyucu. Y variantı da strong, güclü, powerful, güclü. Bunlar heç birisi antonim deyil, sinonimdir. Ona görə düzgün cavabımız qalır B variantı. 8-ci sualda əvəzi mövzusundandır. Baxırıq mübtədamıza girl, qız canlıdır, yəni qadın cinsindədir və onun qayıdışı 3-cü şəxsin təkində qadın cinsində herself olur, D variantı. A variantında myself, mən özüm, ayın qayıdışıdır. Ourselves, biz özümüz, o da let's yaxud da we olanda işlədirik. Himself, kişi cinsinə aiddir, o özü, themselves, cəmsim olanda işlənir. Düzgün cavabımız qadın cinsində herselfdir. 9-da baxırıq, burada 1, 2, 3, 4 yazılan yerə. Sözlərə baxanda bilinir ki, bu kompleks objekt, yəni mürəkkəb tamamlıq mövzusudur. Boşluğu verib, boşluqdan sonra tuğlu feil verib. Biz bilirik ki, 3-cü qrup feillərdən sonra tuğlu işlənir. Burada 2 let və 3-də made birinci qrup feillərdir. Birinci qrup feillərdən sonra sadə, yəni tuzsuz, ingsiz feil götürməliyik. Ona görə cavabımız qalır expected və asked 1 və 4. Düzgün cavab D variantı 3-cü qrup feillərdir və onlardan sonra tuğlu işlənməlidir. Keçək 10-cu sualımıza. 10-cu sualımızda artikel mövzusundandır. Burada birinci boşluq var və sonunda 2 dənə boşluğumuz var. Best olan yerdə bilirik ki, D artikeli işlənməlidir. The best. Digərində isə foto, şəkil əslində sayılan təqsimdir. Ya EN artikellə işlənər, yəni E artikeli ilə. Amma burada söhbət gedir William tərəfindən çəkilmiş şəkil. Yəni artıq bizə məlumdur hansı şəkildən söhbət gedir. Ona görə D artikeli işlədirik burada da. Hər iki tərəfdə D artikeli C variantı olacaq cavabımız. Sonra 11-də bağlayıcı mövzusudur. İlk öncə onu deyim ki, A variantındakı as və Y variantındakı because hər ikisi çünki deməkdir. Və ona görə heç birisini götürə bilmərik. B variantında so beləliklə, C variantında but amma, D variantında how necə deməkdir. Baxırıq cümləmizə. Some of the insects are harmful. Baxın, deyir ki, bəzi həşəratlar ziyanlıdır. Others are beneficial. Amma digərləri faydalıdır. Yəni, bir tərəfdə ziyanlı, digər tərəfdə faydalı, bir-birinə ziddiyyət təşkil edən sözlər var. Deməli, burada ziddiyyət bağlayıcısı olan but işlənməlidir. Yəni, but olanda ya bir tərəf təsdiq, ya bir tərəf inkar olur, ya da bir-birinə zidd olan sözlər olur. Yəni, ziyanlı, faydalı. Demək istəyir ki, bəzi həşəratlar ziyanlıdır, amma digərləri faydalıdır. Düzgün cavabımız but C variantı. Make-up sentence cümlə qurmaq qaydası. Burada əslində asan cümlə yəni qaydasına istifadə olunub. Birinci swap qaydasından gedəcəyik. Mübtədanı tapacağıq. Mübtəda hansıdır? The girls, qızlar. Birinci başlayırıq 2-dən. Nə edir? 4. Have been making, hazırlayır. Nəyi hazırlayır? 1. Salat hazırlayır. Harada hazırlayır? 6. In the kitchen, mətbəxdə hazırlayır. Və nə vaxt hazırlayır? For 20 minutes, 20 dəqiqədir ki, 5, 3. 5 və 3. Düzgün cavab 2, 4, 1, 6, 5, 3. 2, 4, 1, 6, 5, 3 C variantımız olur. Sonra 13-cü sualda modal feil mövzusudur. Burada yenə but bağlayıcımız var. Bilirik ki, but ziddiyyətdir. Bir tərəf təsdiq olan, bir tərəf inkar olmalıdır. Ona görə hər iki tərəf təsdiq ya da hər iki tərəf inkar olan variantları çıxırıq. Qalır A, C və Y variantımız. A variantında ikinci tərəfdə able-un to'su olmalıydı, yoxdur. C variantında da birinci tərəfdə is able-un to'su olmalıydı, burada o da yoxdur. Ona görə A və C variantlar gedir.
Qalır Y variantı. My niece can speak French. Yəni mənim bacım qızı fransızca danışa bilir. But my nephew can't. Yəni amma mənim qardaşım oğlu yaxud da bacım oğlu danışa bilmir fransız dilində. Y variantı. 14-də match the words to their definition. Yəni sözləri izahatlarına uyğunlaşdırırıq. Bother sözü, bother deyilir. Narahatlıq deməkdir. Trust həqiqət, inam deməkdir. Alter isə dəyişmək deməkdir. Birinci bother narahatlıq sözünə biz nə qoya bilərik? S, annoy, yəni bezdirici, worry, narahat edici sözünü qoya bilərik. 1C. 2-də trust, inanmaq sözünə A-dakı believe, inanmaq sözünü qoya bilərik. A, 2-də. 3-də isə alter dəyişmək, make something different in some way. Yəni bəzi yollarla nəysə fərqli etmək, dəyişmək. Ona da olur. 3-də B variantı. Düzgün cavab 1C, 2A, 1C, 2A, 3B, B variantı olacaq. 15-də compounddan mürəkkəb isimlərdir. Bu asan bir mövzudur. A variantında informationda şın şəkilçisi var. B variantında brotherhoodda hood şəkilçisi var. C variantda agreementdə ment şəkilçisi var. D variantda darknessdə nest şəkilçisi var. Y variant düzgün cavabdır. Shoemaker, mindset, snowdrop hamısı mürəkkəb isimdir. 16-da complete the sentence cümlə tamamlama qaydasıdır. Burada mən öz dərslərimdə demişəm ki, bağlayıcıdan sonra mübtəda xəbər tapmalıyıq. Baxırıq, harda köməkçi feil əvvələ keçib çıxırıq. Burada das keçib əvvələ, burada da das keçib əvvələ. Və when bağlayıcısı olanda have, has olmaz özündən sonra, yəni bitmiş zamanın have, has olmaz. C variantında has var, D variantında has var. Düzgün cavab qalır A variantı. Yəni indiki zaman do you now. İkinci tərəfdə də indiki zamandan uzlaşır. He does. 17-ci sual cümləsidir. Düzgün sıranı bilməliyik. Birinci gəlir sual sözü. How many documents? Sonra gəlməlidir köməkçi feil. Amma baxırıq ki, burada you gəlir. Köməkçi feilimiz yoxdur. A variantı çıxır. Sonra B variantı how many documents sual sözü. Did köməkçi feil. You mübtəda. Sign xəbər. B düzdür. B variantı düzgün cavabımız olacaq. Yenə digər variantlara baxaq. How many documents sual sözü. Did köməkçi feil. You mübtəda. Sign xəbər. Amma did olanda feilin sonundakı e-dir düşməliydi. Düşməyib deyə səhvdir. B-də how many documents sual sözü. Did köməkçi feil, you mübtəda, signed sonra xəbər gəlməliydi və signın sonundakı e-dir də düşməliydi. Ona görə D-də səhvdir. Y-də how many documents birinci sual sözü gəlib. Orada did köməkçi feil gəlməliydi, amma you mübtəda gəlib. Ona görə səhvdir. Düzgün cavabımız B variantı olacaq. Keçirik 18-ci suala. 18-ci sualda söz önü mövzusudur. Baxaq burada talk sözündən sonra to işlədəcəyik. Çünki deyir ki, professor talk to his colleague. Yəni öz kolleqasına dedi, danışdı. Talkdan sonra to işlənir. Student, şagird, about haqqında olacaq. Yəni şagird haqqında danışdı. To about D variantındadır. Düzgün cavabımız D variantı olacaq. 19-cu sualda sifətin dərəcəsindən söhbət gedir. Dən görürsə, müqayisə dərəcəsi işlədirik. Baxırıq, A variantı adi dərəcədədir. B-də morla er eyni sözdə olmaz. C-də yenə mor və er eyni sözdə işlənib səhvdir. D-də long adi dərəcədə verilib. Y variantı düzgün cavabdır. And olanda belə ortada həm and-dən əvvəl, həm də sonra hər ikisi eyni dərəcədə olmalıdır. Burada da müqayisə dərəcədə hər ikisi olmalıdır. Wider, longer, Y variantı. Sonra keçirik 20-ci suala. 20-ci sualda məchula çevrilə bilməyən, yəni cannot be changed into the passive voice, yəni məchula çevrilə bilməyəndən söhbət gedir. Alice went to the park to read a book. Deyir ki, Alice parka getdi. Biz demişik ki, there is, there ilə başlayan cümlələr, there was, there were ilə başlayan cümlələr, it is ilə başlayanlar, tamamlığı olmayanlar, sonra sifət səhvlə bitən cümlələr məchula çevrilə bilmir. İndi burada baxırıq, birdə deyir ki, Alice parka getdi, parka gedildi demək olar. Deməli, biri çevirə bilərik məchula. 2-də bazar düzü is the highest peak in Azərbaycan. Bazar düzü Azərbaycanda ən hündür zirvədir. Yəni, bunu necə bir çevirmək olar ki, tamamlıq yoxdur axı burada. Ona görə 2-ni çevirə bilmirik, 2 qalır. The teacher assist the presentation about Shakespeare. Burada da tamamlıq olmadığına görə 3-ü də çevirə bilmirik. 4-də Sally saw two deer in the national park yesterday. Deyir ki, Sally milli parkda 2 maral gördü. Maral görüldü deyə bilərik. Tamamlığı var deyə 4-də olmur. Düzgün cavab 2, 3C variantı olacaq.
21-də zaman forması tapırıq. Correct tense form, düzgün zaman forması. Baxarıq burada bağlayıcımız when'dir. When'dən əvvəl will gələcək zamandırsa, deməli when'dən sonra indiki zaman olmalıdır. Burada were keçmişdi, walked keçmişdi, have indiki bitmişdi, amma bizə indiki sadə zaman lazımdır. Will gələcəkdi, bağlayıcıdan sonra gələcək olmur. Düzgün cavab B variantı walk'dur. 22-də choose the correct option, düzgün variant seçin. Burada əslində so do I, neither do I qaydasıdır. Sadəcə bunu biraz qarışıq formada veriblər. Birinci cümləni verilib və birinci cümləyə uyğun ikinci tərəfi seçmək lazımdır. Birinci cümləmiz təsdiqdədir. Deməli, ikinci tərəfdə biz təsdiq seçməliyik. Bir dəqiqə. İkinci tərəfdə təsdiq seçməliyik. A variantını qoysaq, Jane traveled a lot last year. Keçən Jane çox səyahət eləyib. And her sister və onun bacısı çox səyahət eləyib. Və cümlənin sonuna to qoya bilərik. Həmçinin biz demişik, təsdiq cümlənin sonunda to ola bilər. A variantı düzgün cavabdır. So'nu qoya bilmirik. Çünki so təsdiqli, neither inkar ikisi bir yerdə olmaz. Sonra neither'ı qoya bilmirik. Çünki birinci tərəfimiz bura təsdiqli, biz ona inkar cavab verənmərik. D variantında either inkar cümlənin sonunda olmalıdır. Amma biz onu qoysaq cümləmiz təsdiqli, təsdiqin sonunda either olmaz. Y variantını da qoysaq bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. But var çünki. Amma burada da elə deyil. Təsdiq inkar olmur deyə. Ona görə səhv olur. Düzgün cavabımız A variantıdır. Keçirik indi mətnə. Mətni mən ümumi yəni oxumayıb birbaşa tərcümə eləyəcəm. Nell Harper Lee deməli Amerika ədəbiyyatında ən çox satılan, möhtəşəm, yəni çox satılan kitabın müəllifidir. Her writing was heavily influenced. Deməli onun yazdığı əsərlərə, yəni uşaqlığındakı təcrübələri və şahid olduğu çətinliklər, ayrı seçkiliklər, yəni bunlar hamısı təsir eləyib. Lee develop an interest in English literature. Deməli o İngilis ədəbiyyatında maraq göstərib, inkişaf elətdirib İngilis ədəbiyyatını və İngilis Literary Honor Society-nin üzvü olub. Sonra yazıçılığa öz marağını qoruyub, saxlayıb, məktəb qəzetini töhfələr verib, Jammer Rammer, yəni bu qəzetə töhfələr verib. İkinci paragrafda baxmayaraq ki, o sonralar hüquq fakültəsinə qəbul olub, amma onu heç vaxt yazıçılığa olan həvəsi bitməyib, sona çatmayıb. Enthusiasm sözü burada həvəs deməkdir. Therefore she left. Sonra deyir, o qərara gəlib universiteti tərk eləyib və qərara gəlib ki, yazıçılıq arzusunun arxasınca getsin, yəni onu izləsin. Onun ilk kitabı Mockingbird, To Kill a Mockingbird, yəni ki, bu kitabın adıdır. Böyük uğur qazanıb. Sonra bu əsər, yəni yaratdığı əsər İngilis ədəbiyyatına, yəni ədəbiyyatda öz təsirini göstərib, yəni təsirsiz ötüşməyib. Buradakı mövzu əsas injustice, ədalətsizliyə, moral growth, yəni mənəvi böyüməyə və empatiyaya, yəni bunlar vurğulanmışdı. Sonra onun yazdığı bu əsər has been translated, tərcümə olunub 40 dilə, daha doğrusu 40-dan çox dilə tərcümə olunub və il ərzində milyonlarla kopyası satılıb, burada var. Və daha sonra isə həmin bu əsərə görə mükafat alıb və onun aldığı mükafatlardan biri də 2007-ci ildə George Bush tərəfindən prezidentin azadlıq medalına layiq görülməyi olub. Ədəbiyyatda yəni verdiyi töhfələrə görə. Sonralar 2015-ci ildə isə o uzun müddət gözlənilən romanı olan Go Set a Watchman romanını yəni nəşr elətdirib. Amma deyir, bu roman To Kill a Mockingbird əsərindən əvvəl yazılmışdı. Sadəcə ondan sonra nəşr olunub. 23-cü sualda nə deyir? Deyir ki, cümləni tamamla. Complete. Harper Lee. Baxırıq. Düzgün cavab. Had a degree in law before becoming writer. Deyir, yazıçı olmamışdan əvvəl hüquq dərəcəsi alıb, amma o hüquq dərəcəsi almır, çünki universiteti yarım çıxır. Founded the newspaper. Qəzetin əsasını qoymur, sadəcə o qəzetə töhfələr verir. Yəni o yazdığı əsərləri orada nəşr elətdirir. C-də deyir ki, yəni yaxşı bir uşaqlığı keçib, amma əslində elə deyil, çətin keçib. D-də də deyir ki, həmişə arzulayıb ki, hüquq fakültəsinə qəbul olsun, amma əksinə o arzusu yazıçı olmalıydı. Ona görə səhvdir, düzgün cavab olur Y variantı. İngilis ədəbiyyatına böyük marağı olub, düzdür. Sonra 24-cü suala baxırıq, mətnə ad verin deyir. Fikir versək mətndə
bütün variantlarda onun əsərlərindən danışır. Məsələn, B variantında ən çox satılan kitabıdır, C variantında müxtəlif əsərləridir, D variantında uşaqlıq illəridir, Y variantında ən məşhur olan kitabıdır. Amma söhbət burada onlardan getmir, axı söhbət ümumilikdə hamısından gedir. Yəni yazıçının özündən gedir. Bir dənə A variantında yazıçının özündən söhbət gedir. Yəni Amerikan yazıçısı. Düzgün cavabımız A'dır. 25-də true düzgün cümləni seçirik. President George Bush awarded Lee for her achievement at the university. Yəni universitetdə olduğu vaxtda deyir onu mükafatlandırıb, amma elə deyil, onu yazdığı əsərə görə mükafatlandırmışdı. Universitetdəki nailiyyətinə görə mükafatlandırmamışdı. B variantında deyir ki, o Who City Watchman əsərinə görə mükafat almışdı, amma ona görə almamışdı. Ədəbiyyatda o töhfələrinə görə almışdı. C variantında deyir ki, Go City Watchman was printed before to kill Mockingbird. Yəni ki, Mockingbird-dən əvvəl çap olunmuşdu Go City Watchman. Yox, əksinə ondan əvvəl yazılmışdı, amma ondan sonra çap olunmuşdu. D variantında deyir ki, onun ilk kitabı olan, yəni ilk kitabı tamamilə uğursuz olmuşdu, amma uğursuz olmamış, əksinə çox uğurlu olmuşdu. Y variantı düzgün cavabdır. To Kill a Mockingbird had a great influence on literature. Yəni ədəbiyyata böyük təsir olmuşdu. Düzgün cavabdır bu. Sonra 26-cı suala baxırıq. 26-cı sualda deyir ki, suala düzgün cavab ver. What had an effect on Nell Harper Lee's writing? Yəni onun yazıçılığına nə təsir göstərmişdi? Yəni nədən ilhamlanmışdı? Nətər olmuşdu yazıçılıqda gəlmişdi. Burada birinci paragrafdaydı. Uşaqlıqda keçdiyi çətin günlər idi biri. Biri də insanların ədalətsiz davranışları. Biri unfair treatment toward other people. Digər insanların yəni qarşı olan ədalətsiz rəftarlar. Sonra kitabların uğurlu olmağı yox. Çünki yazıçılığa gəlməyindən söhbət gedirsə, deməli birinci nəsə həvəsləndirməlidir onu, yaxud da nədəsə təsirlənməlidir ki, nəsə yazmalıdır ki, onda uğur olsun. Bir də 3-də difficult she experience, yəni çətinliklər, onun uşaqda gördüyü çətinliklər. 4 də səhvdir, çünki o sonradan üzv olur həmin o cəmiyyətə. Düzgün cavab 1-dən 3-dür, D variantı. Sonra 27-ci sualda paragraf 1-də bu izahda uyğun olan sözü tapırıq. See, observe, yəni görmək, müşahidə eləmək, nəsə baş verən bir şeyi görmək, müşahidə eləmək. Bu şahid olmaq sözüdür paragraf 1-də. Baxın burada witness, witnessed. Witness şahiddir, witnessed olanda feil olur, şahid olmaq. Sonra 28-ci sualda isə paragraf 2-də sinonim axtarırıq. Passion sözünün. Passion həvəs, istək deməkdir. Paragraf 2-yə qayıdırıq. Paragraf 2-də baxın bu söz intuition sözü həvəs deməkdir, istək deməkdir. Sonra 29-da deyir ki, iki sözü yəni dəyişməklə cümləni tamamla. Baxın bu sözü tapırıq mətnə. She left the university. O universiteti tərk elədi. Baxırıq ikinci paragrafda olmalıydı. She left the university and decided to pursue her dream of becoming a writer. Yəni yazıcı olmaq üçün tərk eləyir, öz arzusunu dalınca getməyə. Burada decided to-dan sonraki hissəni tamamlayırıq. Burada pursue sözün dəyişib follow eləyə bilərsiniz. Follow da izləməkdir. Yəni arzusunun arxasına getməkdir. Dream sözünü də wishlə əvəz eləyərsiniz. O da arzu deməkdir. Öz arzusunun arxasınca gedib. Yəni iki sözü əvəz eləməklə yazırıq və cavabımız çıxır. 30-da isə buradakı suala 3 cümlədən ibarət bir essay yazmaqdır. Yəni bunu sizin özünüzə buraxıram. Çünki bu açıq sualdır. Hər kəs öz arzusunu yazacaq orada. Burada sual belədir ki, uşaqlıqda hansı arzunuz var idi ki, onu həyata keçirərdiniz və niyə? Yaxud da keçirmisiniz niyə? Would you like to realize? Yəni istəyərdiniz ki, onu həyata keçirəsiniz və niyə? Bu haqqda da hərənin öz arzusu müxtəlif olduğuna görə hərə öz arzusunu yazacaq 3 cümlə ilə ibarət. İzahımız bu qədər.